Hər vaxtınız xeyirli olsun, hörmətli astronomiya həvəskarları və olimpiyadatçılar. Bu gün sizlərlə bir yerdə əvvəlki videolarda nəzər saldığımız mövzulara aid, yəni sferik astronomiya və teleskop mövzusuna aid müxtəlif məsələlərə baxacağıq. Deməli, bugünkü videomuzda 5 məsələ var. Üçü sferik astronomiya mövzusuna aid, ikisi isə teleskop mövzusuna aiddir. Və məsələlərin çətinliyi hər növbəti məsələdə biraz da çətinləşir. Deməli, ilk məsələmiz sferik astronomiya mövzusuna aiddir və Problem of the Day adlı mənbədən götürülüb. Deməli, məsələdə bizdən şimal qütbündə gün batımı hadisəsinin nə qədər müddət ərzində baş verdiyini soruşur. Deməli, diqqətlə düşünsək, gün batımı hadisəsi, ümumiyyətlə gün doğumu və gün batımı yerin öz oxu ətrafında fırlanması hesabına yaranır. Amma şimal qütbü nöqtəsi yerin fırlanma oxu üzərində yerləşdiyi üçün burada artıq yerin öz ətrafında fırlanması hesabına yox, yerin günəş ətrafında fırlanması hesabına baş verir və il ərzində bir dəfə gün doğumu və bir dəfə gün batımı baş verir şimal qütbündə və yerin fırlanma oxu ekliptik müstəviyə meyilli olduğu üçün bildiyimiz kimi bu meyil 23,5 dərəcəyə bərabərdir təxminən. Bu meylin hesabına şimal qütbündə gün doğumu və gün batımı hadisəsi baş verir. Deməli, biz əgər günəşin illik hərəkətinə diqqət yetirsək, yəni ekliptik müstəviyə nəzər yetirsək, gördüyümüz kimi bizdə burada gördüyümüz kimi şimal qütbü nöqtəsinin belə deyək, üfüqü ekvator müstəvisinə paraleldir və o deməkdir ki, burada gün batımı günəşin ekvatora toxunduğu iki nöqtə arasındakı zaman intervalında baş verəcək. Deməli, bu hissəyə də aid daha bir təsvir yaratsaq, deməli, gün batımı hadisəsinin daha ətraflı təsviri bu şəkildə olacaq. Burada bu hissə ekliptik müstəvinin bir hissəsidir, yəni günəşin ki, bizə məlumdur. Və bu hissədə də belə deyək, yenə dediyimiz kimi şimal qütbündə üfüq müstəvisi ekvatora paralel olduğu üçün biz bunu bu şəkildə təsvir edəndə buradakı bucağa deməli epsilon adlandıra bilərik, hansı ki burada verilib 23,5 dərəcə şəklində.